Üzünü daim günəşə tut, onda kölgələr arxada qalacaq. Bu, bir çox insanların yaşam fəlsəfəsi və uğur düsturudur. Bugünkü qəhrəmanımız kimi. Vətən uzaqda deyil proqramında bu dəfə Qazaxstandakı Atayurt Nomad Respublika İctimai Birliyinin sədri Süleyman Əhmədovu tanıtmağa və həyat fəlsəfəsini, uğur düsturunu incələməyə çalışırıq. Keçmiş bir hekayə kitabı kimidir. Oxuduqca dərs alırsan. Süleyman müəllimin keçmişini vərəqləyir, səmimi söhbətini dinləyirik. Süleyman müəllim, bizə çox xoşdur ki, sizinlə Vətən Uzaqda deyil proqramında görüşürük. İstəyirəm sizinlə açıq, səmimi, rahat bir söhbət eləyək. Ümumiyyətlə, açıq söhbətləri sevirsiniz, ürəyinizi açıb danışırsınız. Bəli. Bunun nəyi yaxşıdır Süleyman müəllim? Yəni, adam ürəyində olan sirri saxlamır da, nə var, hamısı üzrə çıxardır, danışır da bunu. Heç şey gizləmir burada. Ümid eləyirəm ki, belə açıq bir söhbət eləyərik. Xaricdə yaşayan Azərbaycanlılar ölkəmizin tanıdılmasında, xalqlar və millətlər arasında körpülərin yaranmasında xüsusi rol oynayır. Süleyman Əhmədovun sədri olduğu təşkilat da Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərlə seçilir. Soydaşımızın Azərbaycan və Qazaxıstan dövlətləri arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi naminə gördüyü işlər hər iki ölkədə hər zaman yüksək qiymətləndirilib. Süleyman Əhmədov uzun illərdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə də əlaqəli şəkildə fəaliyyət göstərir. O, səmərəli fəaliyyətinə görə bir sıra təltiflərə, o cümlədən Azərbaycan Respublikasının diaspor fəaliyyətində xidmətə görə medalına layiq görülüb. Necə bir ailədə dünyaya gəlmişsiniz? Gürcüstanda anadan olmuşam, kasıb bir ailədə anadan olmuşam. Anamı 3 yaşında itirmişəm, atamı 17 yaşında itirmişəm. Niyə Almadı? Niyə bu şəhəri seçmişsiniz? Daim oğlu burada yaşayırdı. Əsgərdən gələndən sonra 3 gün kənddə qalmışam, 3 gün. Gördüm kənddə iş yoxsa, hansı kəndidir? Gürcüstanın Laqulik rayonunun Qabal kəndində. Qabal kəndi, məşhur kənddir. Bəli. Oradan gəldim bura, cibimdə bana qardaşım 45 manat kimləsə pul tapdı verdi. Neçənci il idi? 75-ci ildə. Onda 37 manatını Samarətə verdim, cibimdə 8 manat pul qaldı. Vətəndən uzaqlara səni qismət apardı. Doğma sahillerinden səni tale qopardı. Əl uzatsan vətənə, əllərini sıxan var. Məhəbbətlə vətəndə Sənə qucaq açılar. harda məskən salsan, könlüm canım vətəndə. Böyünən ürəyimdir, vətən sənin sinəndə. Vətən uzaqda deyil, vətən daha yaxındır. Getdim üniversiteye ayda, qəbul olmadım. Fizikultur üniversitesi istedim, qəbul olam. Qazaxstanda. Bəli, Qazaxstanda. Oradan dediler ki, bir falan qədər pul lazımdır. Mən də pulum yox idi. Qəbul olmadım. Gittim, işe düzəldim. Nə işinə düzəldin? İşte bu vagon restorandan düzəldim birinci. Orada bir, necə deyim, storage kimi düzəldim. Gecə vagonlarla gedirdim, Moskva gedirdim. Hemen dünyanın hər yerində, bu şey çəkən hər yerini mən olmuşum. Yəni fikirləşirdiniz ki, nə iş olsa Nə iş olsa, bilirəm ki, arkada mənim pulum yoxdur, mahi kim göndərəsdik. Ona görə nə iş olsa da işləyirdim da. 86-cı ildə Targovli Texnikum qəbul oldum. Targovli Texnikum qəbul olandan sonra məni direktor vagon restoran qoydular. Vagon restoranına bir müddət işlədim. Ondan sonra Xalq Təsərrüfatı Üstə qəbul oldum. Orada işləyə. 89-cu ilin sentyabrında oradan çıxdım. Gəldim şəhərə. Bir kafede işlədim, bir müddət işlədim. Ondan sonra direktor çağırdı ki, məni get falan kafeni göt işlət. Görəm sən bacarığın var, çoxdur, işləyə bilərsən. Ondan sonra elə həmin kafede büyük ekibdə yerə işləyirəm. Pul qazanmağı... Və ondan sonra biraz yekələndirdik, böyüdük. Orada aldıq, burada aldıq, başqa yerlərdə aldıq. Allah çox şükür. Şans yoxsa zəhmət? Mən elə biləm, həm zəhmət, həm şanslıdır. Ona görə ki, Allah verməsə bunu eləmirlər. Məndən çoxlar gəldi, çoxları işləyə bilmədi. Yəni,
Bəlkə də onlar məndən yaxşı işləyirdi, valla. Qazandıqları pulu gedirlər dəmbə kafedə, restoranda, orada burada yeyib içirdilər. Mən isə yavaş-yavaş yığdım. Bura gələndə günü 5 manata işləyirdim. 5 rubl, Rus pulu. Onunla işlədim, getdim özümə bir kostyum aldım, mən palto aldım, ayaqqabı aldım. Bura gələndə birdən Leyla Nur Başkan vardı. O vaxt bilməm siyasətə düşərsə bir Leyla Nur Başqa deyirlər. Bəli. O da küllü bir şeydi, əsgərdən gətirmişdim onu da. Ondan gəlmişdim. Qış idi də payızı qışa gəlir. Soyuqlar düşürdü, getdim özümə kostyumda da aldım. Birinci Almatı şəhərinə dəndə bütün Qazaxstana böyük şaşlığı, Qafqaz şaşlığını, Azərbaycan şaşlığını mən qoymuşam bura. O vaxta qədər heç kim bilmirdi böyük şaşlıq nə olan şeydir. Gəlirlərdi, baxırlardı, şəkil çəkirlərdi ki, bir-biri iki ət pişərmi gözünün üstə. Hamı şəklini çək. Mən inandırım sizi, Amerika pasolundan tutmuş, bütün ministerlər mənim kafemdə olmuşdu o vaxt. Bir balaca kafe vardı, oraya gəlirlərdi. Şaşlığın içərisi 20 metrə dururdu. Fikriniz nə idi Süleyman müəllim? Fikriniz varlanmaq idi, yoxsa nə idi? Yox, valla, mənim fikrim bu idi ki, bizcə oxumaq. İndi həyat elə gətdi, işlədik. Da oca qəbul ola bilmədi birinci ilsi. Sonra işlədim, biraz pul yığım. Pul yığımdan sonra qəbul ondan sonra məni oca direktor vaqon restoran qoydular. %80 idi, bir ildi gəlmişdi özü bura. Bu da deyir ki, gidək ev alaq. Əlimizdə bir 7.000-8.000 mənim pulum var idi. Deyirəm, yox, gedək maşına. Burada Novosibirskə, Tomskə, Omskdən yenə Novosibirskə gəldim, bir maşın tapdım. Özü sürmək də bilmirəm. Gəldik bura, getdik kasiyensiya, zadadaq verdim 100 manat pul. Gəldik kasiyensiyaya biraz yedik, biraz canımıza istidad gəldi. Bu dedi, sən neyinirsən, sürə bilmirsən, sən hangi apararsan buradan ora? Yollarda qalar yoxdur, aprel aydı. Gəldim, zəng elədim, ona dedim, Suşay, mən yolda gələndə cebimdən pasları da çıxardıblar, pravanı çıxardıblar, mən gedə bilmirəm. O yazıb gətirdi, pulumu geri verdi. Da o da geri qayıtdıq zaman oturmuşduq, gəldim, ev aldım 79 yılda önce. Soydaşımız həmçinin yaşadığı bölgədəki Azərbaycanlıların sosial problemlərinin həllinə ciddi dəstək göstərib, lazım olan bütün məqamlarda onlara mənəvi dayaq durub. Atayurt Nomad Respublika İctimai Birliyi 44 günlük vətən müharibəsində Yaşad fonduna maddi dəstək göstərən ən fəal təşkilatlardan olub. Çörəyi bölmək, insanlara yaxşılıq eləmək, bu sizin xasiyyətinizdir, kökünüzdən gələn bir şeydir, yoxsa həyatın dərsidir? Bu, mən elə bilirəm ki, mənim yanımda gələn, vallahi deyirəm, bax, bəlkə bir 100-150 adam bəlkə ev sahibi olub bu günə kimi. Mən demirəm ki, məsələn, mən bir-birlə pul vermişəm, elə adamlar var vermişəm, əlində tutmuşam çox adamların, çox heç qaytarmayıb da. Ne olub elə şeylərdə. İndi bu, mən öz-özümə o qədər xoşbəxtəm, onları görürəm, onların ailəsinə gedirəm, indi görürəm, hörmətləri çoxdur ki, deyir, valla, sən sevənə biz adam olduq, biz insan olduq, biz ailə. İtirmirlər. İndi kimisi deyir, kimisi də demir, onlar da canı sağ olsun. İndi mən hamıya deyə bilmərəm ki, niyə demirsən deyin. Olur da indi həyatı. Kimisi bilir, kimisi bilmir. Ən çətin gün haqqında danışanda həmişə hansı günlə danışırsınız? Təzə gələn vaxtları çox çətin günlər çəkmişik. İnandırım sizi, elə vaxt olub ki, mən yoldaşıma gəlmişəm. Mən demirəm, o vaqon estində işləyirdim, uşağımız var idi. Yoldaşım bana baxanda o çox zulüm çəkib. Demişəm, Allah 100 manat mən gələn qarşıda, o 100 manatın başını pozmayıb, gedib mən putulqaz davat edib, uşağı gətirib, malako alıb, kifir alıb, neyinəsə dolandırıb. Deyirəm, niyə deyirsən? Deyir, bilirəm ki, bu 100 manatın başını puzdum mu? Xərçlənəcək, hamısı gedəcək ona görə. Evdə deyir, görürsən, putulqa var, malako da alıb edib. O bana danışır, mən özüm də bilmirəm ki, bax, belə günlər çəkmişdim. Təzə gələn uşaq idim, cavan uşaq idim. Heç şeyim yox idi. Kirayədə qalırdıq özümüz. Nə bilim,
5 manata gün işləyirdik, gedirdik, gəlirdik. Başqa ölkə, cəmiyyət sizə nə qədər çətin gəlirdi? Tez alışdıq. Bunların elə bir ki, bu Qazaq milləti, bizim milləti o boyda sıxışdırmırdı ki, yenəsə bu başqa bir millətdir. Ona görə bunlarla işçilərlə tez oxşayır tapdıq. Kaşkiləriniz oldu ki, kaşk Azərbaycanda qalaydı. Xeyr, xeyr. Ona görə ki, mən arxamda mənim orada hekimim yox idi, mən ki, hara gedəydim. Mən birincisi Azərbaycanda, mən Gürcistan'dan anadan olmuşam. Orada Gürcistan'a qayıtmanın bir fərqi yox idi, onun bir şeyi. Mən gelib orada nə eləməliydim orada? Orada kənd yeriydi. Orada bir irəliləyiş yox idi orada, mən getməklə yox idi orada. 50 ildir mən Almatda yaşayıram. 50 ildə heç kim də bilməz ki, Süleyman gəlib məndən 5 manat, 100 manat, 10 manat pul istəyib. Yoldaşımın çox minnətdaram ki, öyle bir insan olub falan. Ona görə bir həftə dedim ki, o çox məndən ekonomik, o çox eləyib mən eləməkdənsə. Süleyman Əhmədovla söhbətləşdiyimiz gün ömürgün yoldaşı ilə görüşmək fürsətimiz olmasa da, xanımı ilə bağlı mübaliğəsiz dediyi sözlər onu tanımağa yetərdi. Bəs onların illər əvvəlki tanışlığı necə başlamışdı? Söz arası həm söhbətin bu məqama da toxunur. Onun qardaşının toyuna getmişdim mən. Dedilər, gəlirsən, əlimizdə də bir, demirəm, 7 bin manat o vaxt Rus pulu var idi. Elə dedilər, bunu da apar get. Ama o 7 bin toy zad eləmə. Xalq gəlibsən, toyda yiyib çib gidəcək, pulla xarışlanıb gidəcək, tutaracaq. Ged orada ev aldı, zad elə. Gəldik. Həyat insana hansı dərsi verir Süleyman müəllim? Nələrdən dərs çıxartmışsınız? İnsan kimi yaşamalıdır, insan kimi münasibət olmalıdır bir-birinə. İnsanın əlindən gələn həmişə yaxşılıq elə. Heç vaxt pisliyə üz döndərmə ki, mən kiməsə pislik edirəm, nə də zavizvəs eləmə ki, mən gəlir o adamın dalından çatacağım, bundan çox qazanacağım. Haysa, qısqancılıq eləməz. Həm də əvvəlki fikirləşməsi, onun bir qədər pulu var, mən də gəlir onu, o boyda onu ötəcəm, o lazımdır. Yəni belə bir yarışa girməmisiniz həyatda? Xeyr, heç vaxt, heç mən fikirləşməmişəm ki, məndən də qabaq pulu olanlar da var idi. İnandırıb səni müşə ilə pul gəldirlərdi. İndi onlar bugün yoxdur heç. Dünya sənin, dünya mənim, dünya heç kimin. Bu haqda nə qədər fikirləşirsiniz? Başarırsan bu dünyada yaxşı yaşa. Bu heç kimi qalan dünya deyil. Əlindən gəlir, yaxşılıq elə, hörmət elə. Hörmət elə bilmirsən, pislik eləmə bu ki. Bu qalsın özündə. Uşaqlarınıza nə öyrətmişsiniz həyatda? Mən necə olmuşam, siz elə olun. Sağ olsun, var, kiçik buradadır. Böyük oğlum prosta xəstədir. Anadan gəlmədi o. Göydə bir Allah, bir də mən bilirəm ki, əlimizdən, həyatdan nə varsa eləmişəm onun üçün. Onun başı bəlkə də məndən də çox işləyir. Elə olmağa baxma. Bir adam ki, 300 dəfə narkoz alsın. Doktorların özləri deyir, həyatda belə bir şey olmuyor. Fələ ki, bir insan ola 250-300 dəfə narkoz alsın. Bu möcüzədir bir dənə. Söz də tapa bilmirəm bu haqda danışmağa ki, Allah, mən niyə belə sınağa çəkdi deyir. Nədən yorulursunuz Süleyman müəllim? Nə sizi bezdirir, nə sizi yorur? Heç nə bezdirmir, heç nə də yormur vallahi. Yəni özümüz yenə gümrah hesab edirik ki, yəni biraz ora-bura bu yaşda gələndə hamıza nə söyler, elə bir yorluq, heç bir şey çüstvat eləmirəm, normal hər şey. Allahımdan çox razıyam. Bugünkü günümə çox razıyam ki, Allah bizi gətirib bugünkü günə çatdırıb. İşinizi o mənada deyirəm ki, siz Qazaxstanda yaşayan Azərbaycanlıların ağsaqqallarından birisiniz. Almatıda ağsaqqal kimi sizi tanıyırlar. Öz missiyanızı kimə təhvil verəcəksiniz? Bu haqda fikirləşirsiniz? Oğlunuza mı, dostunuza mı, diaspordan kiməsə, gələcəkdə öz missiyanızı təhvil vermək üçün kimi görürsünüz? Hələ elə bir insan görmürəm, elə bir insan yoxdur. Mən də fikirləşərəm, görəm, kimsə olarsa verərəm, qoyuram onun yerimə.
Özünüzü daha çox hara aid hiss eləyirsiniz? Azərbaycana ya Qazaxstana? Mən Qazaxstanda böyümüşəm. Elə bir ki 50 il, 51 ildir Qazaxstanda yaşayıram. Amma mənim arxam, dayağım Azərbaycandır. Qazaxların bizə yəni pis münasibəti yoxdur. Bizi saxırlar, həmişə bizi yuxarıda tuturlar. Onlar üçün fərqi yoxdur vallahi. Qabal üçün nəsə eləyim düşüncəsi var həmişə sizdə? Həmişə var idi. Qoydu söndürdüm deyim ki, nəsə orada bir qabalın özü üçün nəsə eləyim, nəsə su çəkdirim, nə belə bir şey eləyim. Neçə vaxt getmirəm, o da yaddan çıxdı, qaldı. İstədim ki, bir nə deyirsin, quyu qazam ki, Su quyusu. Su aysa orada bir çəkdirəm ki, ona. Biz buradan göndərdik. Məktəbi Pamami kompüter zat göndərdik o vaxtları. Bir vaxt var idim. İndi gedəndə gördüm ki, o suyu da çəkib, yollar asfaltlanıb oca. Həyat yaxşılaşır oca. Gürcüstanda bütün yolları, bizim kəndin yollarını bütün asfalt ediblər. Şölarını çəkiblər. Sular gəlir, hər bir şey yaxşıdır indi. Günlən kimi məktəbləri var. Mən orada fikirləşdirəm ki, nəsə eləmək hələ fikrimdə deyil vallahi. İndi görək, sağlıq olar, yaşayış Allah verər, nəsə eləyərik. Azərbaycanda olsaydınız, harda olardınız Süleyman müəllim? Heç bu haqda fikirləşirsiniz? Biz onu bilirəm ki, əgər mən burada qəbul olsaydım birinci Fizikultur İnstitutuna, bəlkə də müəllim olaydım, bəlkə də bir trener olaydım. Uşaq vaxtı zəlimat eləmişəm, birazdan mən boksdan burum zadım, qırıflar eləyiblər. İndi bəlkə yev orada bir nəsə işləyərdim, müəllim işləyərdim, nəsə işləyərdim. Nə yaxşı ki, qəbul olmamışsınız. Mən nə yaxşı ki, qəbul olmamışam. Düzdür. Süleyman müəllim, komandanı seçmək çox vacib şeydir ki, sizin həm çətindir, həm də vacibdir ki, bu komandanı necə seçirsiniz? Çox məşhur bir iş adamına sual verdilər ki, necə 20 il eyni komanda ilə yol gələ bilmişsiniz? Dedi ki, mən ürəyi təmiz adamları seçirəm. Ürəyi təmiz adamlara iş öyrətmək olur. Amma ürəyi təmiz olmayan adamlar işi bacarsa da, onları mən komandama yaxın qoymuram. Siz komandanı necə seçirsiniz və uzun müddət yol gəldiyiniz adamlar varmı? Onları uzaqlaşdırmırsınız? Biri yoldaşımın qardaşıdır. Və ya Kamil müəllim orada gördüyünüzdə oteldə görən oğlan. Aha. Oradan deyil, 93-cü ildən bir yerdik. Bütün nəyimiz var, hamısı ondan birədidir. Ondan sonra elə qardaşım da o vaxtdan gəlmişdi. Qardaşım ona 15-16-cı illərdə getdi. Onda etibara üstünlük verirsiniz siz ki, adam etibarlı olsun. Etibarı. Etibardan başqa nəyi dəyərləndirirsiniz adamlarda? İşini bilən adam lazımdır. Peşəkar lazım. Peşəkar, ay sağ ol. Ona görə ki, işini çox adam bilmir. Qazaxların arasında bu cür adamlar çoxdur. Yəni sizə müraciət edənlərin arasında seçim eləyəndə kimləri seçirsiniz? Seçim vallahi. Yoxsa Azərbaycanlılarla daha çox uyumlusunuz? Yəni bizim bu saat Azərbaycanlılar da var idi. İndi bizim necə deyim, Azərbaycan yeməklərini bunlar nə boyda pişirsə də bizimkilər kimi pişirə bilmir. Ya da bunların yeməyini bizim Azərbaycanlılar pişirə bilmir. Mən o vaxtı deyirəm ki, bir Qazaq arvadın gəl, bunlar pişirən 5 barmağı bizim hancar povar olursa pişirə bilmir. Heç cür. Yəni əlinin suyundan asıl demirlər, bizə bir şey var, deyir əlinin suyundan asıldı. Bunun nə boyda duzu tökəcək, bunu nə qədər bibarı tökəcək, bunu başqa şey tökəcək. Bunlarınki kimi düşmür sərana bizə. Biz də istəyirik ki, həm onlardan olsun, həm bizimkilərdən olsun. Hər yemək üçün, hər millətin özündən seçirsiniz. Bir vaxt məndə gürcülər işləyirdi, yenə də işləyir gürcülər. Bunlar Gürcü Xəngəlinin zadı, mən Çaxaboli zadı, bunlar gürcülər kimi heç kim pişirə bilmir sərana. Bizimkilər deyir ki, yox pişirə bilir, amma pişirə bilmirlər. Bunların özlərinin, hər insanın öz yeməyi vardır. İndi Azərbaycan pişirdiyi, pitini, başqa yeməkləri başqa millət pişirə bilmir sərana.
Hədəflərinizi necə qoymusunuz Süleyman müəllim indiyə qədər? 1 illik, 2 illik, uzun müddətli hədəflər ki, mən 10 ildən sonra bura çatmalıyam, 5 ildən sonra bura çatmalıyam. Belə hədəfləriniz olur? Yoxdur. Mən belə şeyim yoxdur ki, bunu arzu edeyim ki, yox 5 ildən sonra bu şeyi qayıracağım, düzəldəcəm. Allah göydən baxır, bəlkə evi elə vermədi, belə verdi. Mən nə bilim, nə olacaq? Sabahsı nə olacaq, biz də bilmirik. Mən yalan deyim ki, yox 1 ildən sonra mən alıb falan şeyi tikəcəm ki, bu mümkün də dünyada. İndi Allah verər, Allah düzəldər, indi alarıq, düzələr, indi pulumuz, paramız olar, alarıq da. İndi bunun tələsmək nə zadı var ki, yox mən belə edəcəm, bunu belə edəcəm, onu. Bəlkə də düzəlmir onu. Bir ilahi qüvvə ilə rastlaşsanız, ondan nə istəyərdiniz həyatda? Vallahi bir dənə deyərdim ki, bu balama can sağlığı versin. Həyatda. Bir də bütün evlatlarıma can sağlığı versin. Mən olmasa da olaram. Onlar yaşasın. Dünyada ən vacib şey de oradan da can sağlığı. Bəli. Can sağlığı olanda Hər şey düzələcək. hər şey düzəlir. Nəvələrinizin gələcəyi ilə bağlı nə fikirləşirsiniz? Çoxları fikirləşir ki, Onların- Avropaya getsinlər, Amerikaya getsinlər. Yox, əşi, mən elə bilirəm ki, onların öz seçimi olacaq o şey. Onlar böyütsə, onların öz seçimi olacaq. Mən onlara deyə bilmərəm ki, ya bu işi düzəlt, ya bunu elə, ya burada qal, ya falan yerdə. Onlar öz seçimidir ki, aklı gələr, 20 yaşında, universitet qutararlar, öz seçimləri olacaq. İndi ya burada qalar, ya Azərbaycana gedər, ya Amerika gedər. Onları mən heç kimə nəsə demərəm ki, sən ya burada qal, ya falan yerə get, ya bunu elə. Özləri öz seçimini başa düşsünlər, Bir eləsinlər. baba kimi onlardan razısınız. Sizə münasibətlərindən, böyüklərə Razıyam, münasibətlərindən. böyülə kimi razıyam. Böyüyen yüreğimdir Vatan senin sinende Vatan uzakta değil Vatan daha yakındır Sen bu elin olursan Vatanına yakındır Vatanına yakındır Vətəndən uzaqlara Səni qismət apardı Doğma sahillerinden seni tale Bir yolla gedirsiniz, sizə 2 əl uzanıb. Biri Azərbaycandan, biri Qazaxıstandan. Birinci hansı əli sıxardınız? Əllərini sıxan var Buran çörəniymişəm, burada böyümüşəm. Burada hər şeyim, burada nəyim varsa burada qazanmışam. Mən istəyərdim ki, hər ikisinin də əlini sıxam. Kəndinizlə də Kəndimizdən ikisini ikisini də də tutardım. Vətən Uzaqda Deyil proqramında təcrübələrlə və mübarizə ilə dolu, örnək olası bir ömrü vərəqlədik. Və bir daha inandıq ki, doğrudan da şam başqa şamları yandıranda öz dəyərindən heç nə itirmirmiş. olursan Vatanına yakındır Vatanına